Selamun Aleyküm ve Rahmetullah Şeyh. Aleyküm salam və rəhmətullah və bərəkatuhu. Şeyh, bu yaxınlarda Rusiyada məktəblərin birində bir balaca uşağı, ondan yuxarı sinifdəki uşaq faciəvi şəkildə qətl yetirdi milli zəmində. Sosial şəbəkələrdə bu video yayıldı. Bir çox insan fikir bildirdi. Bizdən də Azərbaycanda bu Əlixan fikir bildirdi. Siz necə Şeyh, fikir bildirərdiniz belə bir şeyə? Elhamdülillah, bilirsiniz qardaşlar, birinci bu hadisə başqa bir ölkədə olub. Başqa bir ölkədə və kifayət qədər də orada deyilib. Deyilib. Ona görə mən bunu belə artıq görürəm, nəsə fikir bildirmək və s. Ne üçün? Birinci, özdə fikir versəz, çox sözün göstərmək istəyir ki, mən də və ya bu hadisə bu saat daha məşhurdur, məqam tapmışam, bir də mən də danışım, biraz adam çox baxsın mənə də və ya özüm belə göstərmək və s. İndi Allah bilir. Amma bilirsiniz, indi bu hadisədə təbii ki, millətçilik müəyyən həddi var. Həddi aşdığı ifrata vardı. Nə vardı verdiyi ifrata? Hamısı bəyin olmaz, pislənir. Hətta Peyğəmbər sallallahu aleyhi ve sellem bu məsələdə, millətçilik barədə sərt sözləri var. Sərt sözləri var. Lakin fikir bildirmək məsələn kifayət qədər bildirilib. Yəni ehtiyac yoxdur. Ehtiyac yoxdur. İndi durub görürsən, bu məqam daha məşhurdursa, mən də nəsə deyim. Bu bir. İkincisi də, əgər hələdirsə, özünüz gördünüz Fələstində, bəlkə də gündə 100 dənə uşaq ölürdü. Körpü ölürdü. Çıxıb bir dəfə danışdı kimsə. Olmaz hələ, olmaz. Yəni, onda gərək hər gün biz danışmalıydıq. Düzgün deyil. Belə məsələlər təbii ki, biz pisləyirik belə əməlləri. Amma çıxıb belə ayrıca nəsə danışmaq və s. artıq şeydir. Artıq şeydir. Xüsusən də başqa ölkədə olubsa belə şeylər. Yəni qarışmaq lazım deyil belə məsələlərə. Yəni, lazım deyil. Yəni, seçmək lazımdır. Ya bloger ol, ya jurnalist ol, ya nə bilim nə ol, ya elm tələbəsi ol. Yəni, götür bir dənə kitab oxu, fayda ver. Amma durub məsələn, Amerikada belə olub. Bir dəfə dənizdə mən batanda, nə bilim, akula gəldi ki, çıx bayrağa. Sən yaxşı olansan, mən də səni sevirəm. Yəni, belə şeylər lazımdır deyil. Belə lazım deyil. Yəni, kimisə lübümüş ki, sən rus demişkən. Lazımdır belə şeylər. Fələstində nələr oldu? Allah şəhidlərdən qəbul etsin. Amma qaldı ki, mən məsləhət görmürəm. Vəssalam.